Yine sizlərdən gələn sualları cavablandırırıq. Sualımız günümüzün aktual problemlərindən biri olan papilloma virusu haqqındadır. İzləyicimiz belə bir sual verib ki, doktor, bu virus təbii doğuşla uşağa keçə bilərmi? Yəni bir təhlükə törədir uşaq üçün. Papilloma virusu təbii doğuş yolu ilə doğulan uşaqlara təbii doğuş yollarından keçə bilir. Təbii ki, bu da uşaqlarda qırtlağın papillomasını, həmçinin gözün papillomasını yarada bilir. Papilloma virusu yeni doğulmuşda qırtlağın, həmçinin gözün papillomasını yarada bilər. Amma bu gələcəkdə həmin insan üçün bir problem yaradacaqmı? Bu təbii ki, bir çox faktorlardan asılıdır. Növbəti sualımız, hamiləlikdə miomanı müalicə etmək olarmı? İlk olaraq onu deyim ki, miomaların ancaq cərrahi üsulla müalicəsi vardır. Yəni onların dərmanla, terapevtik üsulla müalicəsi yoxdur. Bütün miomalarmı cərrahi üsulla əməliyyat olunmalıdır? Yox. Hansı miomalar ki, qan axma verir, sürətli böyüyür və xəstəyə şiddətli ağrılar verir, o miomalar cərrahi yolla çıxarılır. Və əgər mioma böyük ölçüdədirsə, yəni 5 sm və ondan böyük ölçüdədirsə və bundan başqa uşaqlıq boşluğuna doğru böyüyürsə, belə miomalar hamiləliyin baş tutması və gedişatı üçün risk yaradan miomalardır. Digər hallarda isə, yəni miomanın ölçüsü kiçikdirsə və yaxud da ki, mioma subseroz yerləşirsə, yəni qarın boşluğuna doğru böyüyən miomadırsa, belə olan halda hamiləliyin baş tutması və irəlilənməsi mümkündür və belə miomalar hamiləliyin sonuna qədər izlənilir.